Nöqtələrin yerinə yazıla bilər. Bilməyən sözünün tərkibindəki sait səslər. Əvvəlcə sözün tələffüzünü qeyd edirik. Tələffüzümüz bil, mi, yen şəklindədir. Dodaqlanandır, yanlışdır. Ümumiyyətlə, burada dodaqlanan sait yoxdur. Qalındır, yanlışdır. Qalın da yoxdur. Açıqdır deyə bilmərik. İki qapalı saitimiz var. İncədir, bəli. Qapalı deyə bilmərik, çünki ə saiti açıq saitdir. Sinonim cütlü işlənmiş nümunədir. Ey uzaq göylərin yaxın elçisi, şərqi təmsil edər mənəviyyatın. Burada uzaq və yaxın sözləri əks mənalı, yəni antonim sözlərdir. Bizim alabəzək bu beşiklərdə ümidlər, arzular, diləklər yatıb. Cavabımız elə bu variantdır. Burada arzu və dilək bir-biri ilə sinonim sözlərdir. Gedəni təbiət aparıb gedir, gələni təbiət gətirir bizə. Getmək, gəlmək əks mənalıdır. İnsanoğlu uzaqlaşma, gəl yaxın, başqa yoldan alınmasın sorağın. Burada ümumiyyətlə sinonimə rast gəlinmir. Güneylərdə çəmən, quzeylərdə qar, qoparıb əlimdən alır könlümü. Güney, quzey də əks mənalı sözlərdir. Yazılışı və tələffüzü eyni olan, amma amonim olmayan sözlərin işləndiyi nümunə. Nərgizi bənövşəni qəddinə heyran elədin. Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm. Burada Nərgiz sözü ümumi və xüsusi isim kimi işlənmişdir. Birinci nümunədə gül adı kimi ümumi isimdir. Digər nümunədə isə xüsusi isimdir və amonim deyil. Və cavabımız elə bu variantdır. Çünki Nərgiz sözünün yazılışı və tələffüzü eynidir hər iki nümunədə. Mən o kişini indi yalnız gəzən görürəm. Burada yalnız sözündə vurğu ikinci hecəyə düşür, zərfdir. Bu işdə mənə yalnız o kömək elədi. Burada isə yalnız sözü ədatdır, məhdudlaşdırıcı ədatdır və göründüyü kimi burada tələffüzümüz eyni olmadı. Bir dəfə vurğu ikinci hecəyə, bir dəfə isə birinci hecəyə düşdü. Atlarımızın qabağından bəzən bir çoban aldadan, bəzən də sarı köynək qalxırdı. Təbiət bəzənir hünərimizdən, axan şəlalələr bizə əl çalır. Bu variant da yanlışdır, çünki bəzən sözünü də vurğuya görə mənası dəyişir və tələffüzü eyni deyil. Burada birinci hecəyə, bəzənir sözündə isə üçüncü hecəyə düşür. Əsmər xala bir stəkan çay süzüb qabağına qoydu. Kür çayı yenə aşıb daşırdı. Bunu da çıxırıq, çünki burada çay sözü özü elə amonim söz kimi işlənib. Bizə isə deyir ki, amonim olmayan əkilmiş yer quraqlıqdan daşlaşmışdı və uşaqlar, o bir həyətin uşaqları daşlaşırdılar. Daşlaşmaq sözü də özü amonim sözdür. Ona görə bu variantı da çıxırıq. Nümunələrdən birində bütün sözlər yazıldığı kimi tələffüz edilir. Yan-yana düzülmüş ağaclar insanın könlünü oxşuyur. Ağaclar sözü fərqlənir, oxşayır sözü fərqlənir. Bu variantı çıxırıq. Qadın bayaqdan davam edən söhbətin təsirində idi. Burada bayaqdan sözü fərqlənir. O kənd evlərinə baxan pəncərəni açıb ətrafa nəzər saldı. Cavabımız bu variant olacaq. Burada kənd sözü və açıb sözü D və B saitlərlə bitsə də tələffüzü dəyişmir, çünki özlərindən sonra sait gəlib. Yer kürəsi həyat üçün vacib olan əlamətlərə. Burada əlamətlər sözü dəyişir, əlamətlər olur. Həmçinin malikdir sözündə r düşür. Minlərlə olacaq, bu söz dəyişir. Ona görə də cavabımız ola bilməz. Cavabımız məhz bu variantdır. Doğru fikri müəyyən edin. Amonimlər həm eyni, həm də fərqli nitq hissəsinə aid ola bilər. Cavabımız elə bu variantdır. Bütün sözlər çoxmənalı söz kimi işlənə bilər. Xeyr, çoxmənalı söz məcaz deməkdir. Bütün sözlər məcazi mənada olmadığı kimi çoxmənalı da ola bilməz. Həm termin, həm ümumiləşmək ola bilən sözlərə dilimizdə rast gəlinmir, yanlışdır, rast gəlinir. Misal üçün isim, sifət, feil, güc, qüvvə və s. kimi sözlər həm termin, həm də ümumiləşmək söz kimi işlənən sözlərdir. Antonim sözlər fərqli nitq hissəsinə aid ola da bilir. Xeyr, yalnız eyni nitq hissəsinə aid olur. Bu da yanlış fikirdir. Frazoloji birləşmələrin sinonim və antonimliyi olsa da amonimliyi olmur. Yanlış fikirdir. Dilimizdə kifayət qədər amonim olan frazoloji birləşmələr mövcuddur. Misal üçün, başa vurmaq deyə bilərik, işə düşmək deyə bilərik, söz vermək və s. Verilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Qonorar sözü qonorar şəklində tələffüz olunur.
Laboratoriya olacaq laboratoriya. Sərmayə dəyişmir. Yazılış və deyişində fərq yoxdur. 3-ə gedir A. Bir fərq var, 2-yə gedir B. Bütün saitlər qalın, dodaqlanmayandır. Qonorar sözündə hər biri qalındır, A saitidir və heç bir dodaqlanmır. Laboratoriyada O saiti var. Sərmayə sözündə ələr incədir. Ona görə də C gedəcək birinciyə. Tərkibində bir dodaqlanan sait var. Laboratoriyada O saiti qalır. Ona görə ikiyə gedir həm də D. Səs uzanması hadisəsi isə sərmayə sözündə A uzanır. Ona görə gedəcək 3-ə. 1-ə C, 2-yə B-dir, 3-ə isə A və Y olacaq. Cümlələrdəki yazılışı ilə deyişi fərqlənən sözlərin sayı ilə bağlı uyğun bəndi müəyyən edin. Biz cavan söyüd ağacının altında əyləşmişdik. Sadəcə bu söz fərqlənir. Deməli, cavabımız elə bu variantdır. Burada söyüd sözündən sonra sait gəldiyi üçün D samiti dəyişmir. Elə xatirələr var ki, onlar nə qədər acı olsa da yenə gözəldir, R düşəcək. Yəni burada bir yox, iki söz fərqlənir. Oğlanlar ayının ətini necə aparmaq barədə məsləhət dəşirdilər. Üç söz fərqlənir. Adil başını kağızdarın üzərindən qaldırdı, işıqdan qaranlığa baxdı. Göründüyü kimi 3 yox, 4 söz fərqlənir. Mən təbiətin qüdrətli səsini dinləyirdim. Üç söz fərqlənir. Cavabımız olacaq birinci variant. Boş xanaya uyğun olan fikri müəyyən edin. Dərdləşmək, mənfəət, sədrli və brilliant və ortaq fikir seçməliyik bunların fonetik təhlilinə aid. Dərdləşmək sözü tələffüz zamanı dərd, dəş, məh olur. Mənfəət sözündə ənin biri düşür, digəri sadəcə uzanır. Sədrlik sözü sədir, rih şəklində olur, brilliant dəyişmir. Tərkibində həm kar, həm cingiltili samit işlənmişdir. Dərdləşmək sözündə görürük ki, T və İ, X, kardır, digər samitlər cingiltilidir. Buna uyğun gəlir. Mənfəət sözündə həmçinin M, N, cingiltili, F, T deməli kardır. Sədrlik sözündə də həmçinin S və X kardır, digərləri cingiltilidir. Brilliant sözü də T kardır, digərləri cingiltilidir. Deməli, cavabımız bu variant olacaq. Ortaq cəhət kimi götürə bilərik. Səs artımı hadisəsi müşahidə olunur. Burada səs artımı sadəcə sədrlik sözünə aiddir. İncə, qapalı, dodaqlanmayan saitdən istifadə olunub. Qapalı saitlərimiz I, I, U, Ü. Dodaqlanmayan dediyi üçün söhbət I saitindən gedir. Bu gedir brilliant sözü və sədrlik sözünə, digərlərinə getmir. Qarşılığı olmayan iki samit işlənmişdir. Mənfəət sözündə bəli, iki samit işlənib. Brilliant sözündə isə qarşılığı olmayan üç samit var. Elə buradan bəllidir ki, ortaq cəhət ola bilməz. Hecaların hamısı samitlə başlayır. Bu da mənfəət sözündə mənfəət, yəni axırıncı hecamız saitlə başladığı üçün bu fikirdə yanlışdır. Frazoloji birləşməni müəyyən edin. Biz bilirik ki, frazoloji birləşmələrin hər birində məcazilik olsa da, hər məcazi mənalı ifadəni frazoloji hesab etmək olmaz və burada da cavabımız haldan düşmək olacaq. Haldan düşmək frazoloji birləşmə olub, çox üzülmək, yorulmaq deməkdir. Digər variantların heç biri frazoloji birləşmə deyil. Frazoloji birləşmə hərəkət bildirməlidir və məcazi mənada olmalıdır. Həmçinin o birləşmə şəklində, yəni bütöv bir halda lüğətimizdə mövcud olmalıdır. Nümunə üzərində rəqəm qoyulmuş sözlərlə bağlı uyğunluğu müəyyən edin. 2. Tərkibində qapalı sait işlənmişdir. Yaşayan sözü yaşayan kimi deyilir və burada I saiti qapalıdır. Elə cavabımız bu variantdır. Ahəng qanunu gözlənilmir, amma ustası sözündə ahəng qanunu gözlənilir. Bu səhvdir. Mənası bir şeyi faktı təsdiq edən, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Bu sənətə yox, sənəd sözünə aiddir. Sənət isə peşə deməkdir. Məna tayları isim və feil olan amonimdir. Bunu 5-ə yazıb, amma yoldaş sözü amonim söz deyil.
Eyni nitq hissəsinə aid olan anonim sözdür, amma sarı sözü sarı sifət ola bilir, rəng olaraq sarımaq feili var, bir də evə sarı qoşma ola bilir. Göründüyü kimi eyni nitq hissəsinə aid deyil. Nöqtələrin yerinə hansı fikir yazılmalıdır? Bugünkü Kəlağayı, Cahcəlal, Kəhrəba. Bütün sözlərin yazılışı yanlışdır. Bu səhv fikirdir. Burada sadəcə kəhrəba sözü kəhrəba yazılmalıdır, digərləri doğrudur. Sözlərin düzgün yazılışı ilə deyilişi arasında fərq yoxdur. Cavabımız elə bu variant olacaq. Burada heç bir söz yazıldığından fərqli tələffüz olunmur. Tərkibində bir qarşılığı olmayan samit var. Bu yanlış fikirdir. Misal üçün, elə Cahcəlal sözündə 3 qarşılığı olmayan samit görürük. Bütün sözlərin yazılışı doğrudur. Xeyr, kəhrəba sözünə görə bu fikir də səhvdir. Qarşılığı olmayan samitlərin hamısı cingiltilidir. Cahcəlalda, Kəhrəbada H samiti olduğu üçün bu fikir də yanlışdır. Venn diaqramında sual işarəsinin yerinə yazıla bilər. Ailə və qiraət. Ailə sözünün tələffüz zamanı A uzanır və Y samiti araya əlavə olunur. Qiraətdə isə sadəcə A uzanır, deyilişi və yazılışı fərqlənmir. Səs artımı hadisəsi müşahidə olunur. Bu, yalnız ailə sözünə aid, buna görə səhvdir. Sətirdən sətirlə keçirilə bilməz. Hər iki sözü sətirdən sətirə keçirmək mümkündür. A-i yazıb ləni keçə bilərik. Qiraət sözü də sətirdən sətirə keçirilir. 2 hecalıdır, ahəng qanunu pozulmuşdur. Xeyr, ailə sözü və qiraət sözünün hər biri 3 hecalı sözdür. Tərkibində X səsinin qarşılığı işlənib, söhbət Y samitindən gedir. Ailədə var, amma qiraətdə yoxdur. 2 açıq, 1 qapalı sait işlənmişdir. Ailə sözündə A-ə açıq, İ qapalıdır. Qiraətdə də həmçinin A-ə açıq, İ qapalı olduğu üçün cavabımız bu variantdır. Amonim sözləri müəyyən edin. Mərhum sözü ilə qarşılıqlı paronimdir. Amonim deyil. Yaş sözü və mürəkkəb sözü düzgün cavabımız olacaq. Yaşıl, göz yaşı, sulu, nəm kimi sifət olaraq mənası var. Bir də insanın yaşı, yəni isim və sifət olur. Mürəkkəb də həmçinin isim və sifət ola bilər. Epos sözü dastan deməkdir, o da amonim deyil. Cavabımız 2 və 3-dür. Başlayır sözünün fonetik xüsusiyyətinə bağlı doğru fikri müəyyən edin. Başlayır sözü baş, dıyır şəklində tələffüz olunur. Qalın saitlərin ahəngi gözlənilmişdir. Bəli, A və I qalın saitlərdir və cavabımız bu variantdır. 2 açıq, 1 qapalı, 1 yox, 2 qapalı sait var. 1 fərq var, xeyr, 2 fərq var. 2 müxtəlif sonor samit var. Sonor samitimiz burada sadəcə R samitidir. Sözdəki L samitinin kar qarşılığı yoxdur. Sözdə L samiti dəyişib D ilə əvəz olunur. Buna görə bu fikirdə səhvdir. Cədvəldə uyğunluğu müəyyən edin. Təkid sözünün sinonimi işlənmişdir. Bəli, israr sözü bir doğrudur. Baxmaq sözünün antonimi işlənmişdir. Xeyr, burada baxmadı sözü inkardadır, amma biz bilirik ki, sözlərin kökü eyni olarsa, o sözlər antonim sayıla bilməz. Şor sözünün sinonimi işlənmişdir. Eyni zamanda sinonim, tərəflər eyni nitq hissəsi olmalıdır ki, sinonim olsun. Burada çox duz olan artıq sinonim olmayacaq şorla birlikdə. Amonim sözlər işlənmişdir. Bəli, 4 doğrudur. Burada isti yay fəsilləri yay, fəsil sözü amonimdir. Nə gözəldir yazıb, nə sözü də burada ədat kimi işlənsə də həm də əvəzli ola bilən sözdür. Ona görə cavabımız olacaq 1 və 4. Hansı cümlədə qanlı qaranlıq frazoji birləşməsinin sinonimi işlənmişdir? Frazoji birləşmənin sinonimi, antonimi mütləq frazoji birləşmə olmalıdır. Ona görə də cavabımız olacaq keyfi pozulmaq. Burada pərt olmaq var, bu frazoji birləşmə deyil. Qəmgin olmaq frazoji birləşmə deyil və yaxud da bir keyflənmişdir, keyfsizləşmək. Bunların heç bir frazoji birləşmə deyil, sadəcə olaraq feillərdir. Frazoji birləşmə sinonimi, frazoji birləşmə olmalıdır. Nöqtələrin yerinə hansı söz yazılmalıdır? Qəddarlıq sözü, qəddar, rıx olur. Ədviyyat sözündə
Y samitinin biri düşür. Ədliyyə sözünü də həmçinin damğalanmaq, tərxis olunma. Eyni samit qoşalığı var. Burada ədviyyat da yoxdur, çünki y-nın biri düşmüşdür. Eyni zamanda ədliyyə sözünü də yoxdur. Digərlərində var. Birinci sözümüzdə r, ikinci sözümüzdə m və digər sözümüzdə də həmçinin. Bir fərqli məqam var. Bir fərq dediyinə görə artıq bizim cavabımız bəllidir. Çünki qəddarlıqda iki fərq, damğalanmaqda iki fərq var. Deməli cavabımız bu variantdır. Qarşılığı olan samitlərin hamısı kardır. Bəli, t, x, s-nın qarşılığı var və onlar kardır. Sözlərdən birində saitlərin sayı samitlərin sayına bərabərdir. Etina sözündə 2 samit, 3 sait var. Üzürsüz sözünün tələffüzü ü, zür, söz olur. 1, 2, 3 dənə sait var. 1, 2, 3, 4 dənə samit var. Deməli, bərabər deyil. Qəyyum sözü olduğu kimi qalır. 2 sait, 4 dənə samit var. Bəraət olduğu kimi qalır. Burada da 3 dənə samit, 3 dənə sait olduğu üçün cavabımız budur. Qalila sözündə 3 sait, 4 dənə samit var. Ahəng qanunu pozulmuş. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Burada ahəng qanunu pozulmayan söz ənənə olduğu üçün onu çıxırıq. Digər sözlərin heç birində uzanma yoxdur. Qürurla, vitamin, kafedra. Cavabımız dahi sözü olacaq. Dahi sözündə A uzanır. Hansı nümunənin tərkibində məcazi mənalı söz işlənmişdir? Dostları onu küçənin başında gözləyirdilər. Cavabımız elə bu variantdır. Burada baş sözü məcazi mənada işlənmişdir. Digər cümlələrdə məcazi mənalı ifadəyə rast gəlinmir. Sözlərdən neçəsi yazıldığı kimi tələffüz olunmur. Yəni, fərqli tələffüz olunan sözləri seçməliyik. Niyyət, nəvaziş dəyişmir, brilliant dəyişmir. Cavabımız 2 dənə. Tüstü olur, tüstü. İt, di, fak, kanan alınma sözdür. Söz sonunda q, k kimi olacaq. Cavabımız 2. Amonim sözlərin aid olduğu məna taylarına görə uyğunluğu müəyyən edin. Mürəkkəb isim və say deyil, isim və sifətdir. Çətin, qəliz mənasında sifət olur. Bir də qələmin içərisindəki mürəkkəb isim olur. Bit. Bit say ola bilməz, fe'l ola bilər. Bitmək fe'li var. Bir də bit isim kimi işlənir. Qarış. Hər iki mənası isim deyil. Bir mənası isim, bir mənası isə qarışmaq fe'lidir. Ətək sözü ümumiyyətlə anonim söz hesab olunmur. Bəstə sözü bir mənası isimdir, musiqi bəstəsi, bir mənası isə bəstə boy ifadəsindəki bəstə, yəni balaca mənasında işlənir. Sifətdir, bu doğrudur. Cavabımız bu variantdır. Seçki sözünün fonetik xüsusiyyətlərlə bağlı cədvəldə uyğun fikirləri müəyyən edin. Tələffüzü seç, gi şəklində olur. Hecaları saitlə bitir. Seç ki, birinci hecamız samitlə bitdiyi üçün yanlışdır. İnce saitlərin ahəngi gözlənilir, doğrudur. Tərkibində bu samitlər işlənməyib, çünki ç samiti c ilə əvəz olunub. Bu yanlış fikirdir. Yanlışdan yanlışı seçirik deyə üçü də seçməliyik. Samitlərin sayı saitlərin sayından çoxdur. Bu isə doğru fikirdir. Cavabımız 2 və 3 olacaq. Eynicinsi qoşa samitlərin fərqli tələffüz edilmədiyi sözləri müəyyən edin. İzzət sözü, bir də qənnadı sözü dəyişmir. Toqqa sözü olacaq. Toqqa. Azaddır sözündə sözün kökü azad olduğu üçün üstünə samit gəldiyinə görə dıtıya keçəcək. Ona görə də fərqlənmiş olacaq. Yanlış yazılmış sözlərin müəyyən tələbat yox, tələbat 1. Övlad düzdür, rəsm, xətt, layihə düzdür, kimyəvi yox, kimyəvi. Cavabımız 1 və 4.
Verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Sonuncu misrada iki söz fərqli tələffüz olunur. Tozlu olur, tozlu, bir diyarla qucaqlaşmışam. İki söz yox, göründüyü kimi üç söz fərqlənir. İşarə qoyulmuş sözdə qarşılığı olmayan iki müxtəlif cingiltili samit işlənmişdir. Geyinmiş sözü burada nımı kimi deyilir. Deməli, iki müxtəlif yox, iki dənə eyni. Yəni, iki dənə m samitidir ki, onların qarşılığı yoxdur. Ona görə bu da yanlış fikirdir. Bütün sözlərin orfoqrafiyası doğrudur. Yəni, yazılışı. Baxaq. Al yaşıl geyinmiş uca dağların, qartallı qoynundan uzaqlaşmışam, könül bulandıran, xəyal küstürən tozlu bir diyarla qucaqlaşmışam. Bəli, doğrudur, üçü seçə bilərik. Tünd qara hərflərlə verilmiş sözün tərkibində q, y, n səsləri var. Qoynundan olur, qoynundan. Bəli, bu da doğru fikirdir. Bütün misralarda yazılış və tərəssüf fərqlənən söz işlənmişdir. Misal üçün, burada geyinmiş sözüdür. Burada uzaqlaşmışam, qoyundan sözü. Könül bulandıran, xəyal küstürən. Burada isə üçüncü misrada fərqli tələffüz olunan söz yoxdur. Deməli, 5-də yanlış fikirdir. Üslubların xüsusiyyətlə bağlı uyğunluğu istəyir. Standart forma aiddir rəsmi işgüzar üsluba. Mücərrəd obrazlılıq heç birinə aid deyil, o bədii üsluba aiddir. Aydın anlaşıqlılıq publisistik üsluba aiddir, o da burada yoxdur. Sadəlik, sərbəstlik, məişət üslubuna, məntiqlik, konkretlik isə elmi üsluba aiddir. Cavabımız da bu şəkildə olacaq. Mətndə qarşısında işarə qoyulan sözə əsasən cədvəli tamamlayın. Qarşısında işarə qoyulmuş söz qaçmaq sözüdür. Borc aldığı şəxslərdən qaçmaq üçün Rusiyaya gedir. Burada qaçmaq həqiqi mənada işlənmişdir. Yəni sözün informativ funksiyasından istifadə olunub. Və bizdən onu digər fərqli funksiyada işlətmək tələb olunur. Biz onu poetik funksiyada, yəni məcazi mənada cümlə daxilində işlədə bilərik. Misal üçün, rəngi qaçdı deyə bilərik. Səhvlər gözümdən qaçdı. Yuxum qaçdı və yaxud da yeməyin dadı qaçdı və sair kimi nümunələrdə işlətmək olar. Mətnə əsasən cədvəli tamamlayın. Fikrimiz budur ki, dinamitin kəşfi ailə faciəsinin nəticəsində idi. Bəli, fikri təsdiq edən faktımız burada mətnin sonuncu abzasındadır ki, qeyd olunub ki, Emanuelin oğlu Emil də daxil olmaqla bir neçə nəfər həlak olur və bu hadisədən sonra Nobel təsirlənir, təhlükəsiz partlayıcı olan dinamiti icad edir. Cavabımız elə bu hissədir. Emanuel Nobel uğursuzluğa düçar olsa da ruhdan düşmür fikrinin aid olduğu abzası müəyyən edin və fikrinizi əsaslandırın. Bunu biz aid edə bilərik mətndə ikinci abzasa. Burada qeyd edib ki, biznesi iflas edir və Rusiyanın Sankt-Peterburq şəhərinə gedir. Orada Rusiya ordusunu sursatla təmin edən şirkət qurur. Bir budur. Və yaxud da üçüncü abzası qeyd edə bilərik. Burada da yazıb ki, o Rusiyada iflas etdikdən sonra Stokholma qayıdır və əsaslandıra bilərik ki, baxmayaraq ki, onun qurduğu biznes iflas eləyir, lakin o qətiyyətli davranır, fikrindən dönmür, mübarizə aparır, Rusiyaya gedir, orada işini davam elətdirir və yaxud da üçüncü abzası əsaslandırsaq deyərik ki, Rusiyada iflas etməsinə baxmayaraq Stokholmda öz arzularının dalınca getməyə çalışır.